Bismillahirrahmanirrahim. Hörmətli müsəlmanlar, hər birinizi Allahın salamı ilə salamlayıram. Esselamu aleykum və rahmetullah. Bizdən son zamanlar tez-tez soruşulan məsələlərdən də biri numarologiya elmi haqqındadır. Yəni, rəqəmlərlə bağlı olan elm haqqındadır. Və sual verirlər ki, bu elmin Quran-ı Kərimlə və ya İslamla hər hansı bir əlaqəsi varmı? Və ya Quran-ı Kərim və ya İslam bu elmə necə baxır? Yəni, qısa məlumat verilmiş. Məsələn, bəziləri hər hansı bir mühüm bir məsələni, işi görmək istədikdə bu elmdən istifadə edirlər və qərarın qəbul olub-olunmamasını həmin rəqəmlərə bağlayırlar. Hətta bəzən baxırsan ki, insanlar bəzi rəqəmləri uğurlu və ya uğursuz bilir. Məsələn, 13 rəqəmini uğursuz bilir. Hətta bəzi yerlərdə 13 rəqəmindən ümumən istifadə olunmur. Və bəziləri hətta məsələn 666 rəqəmini şeytan rəqəmi adlandırır. Yəni, bunun İslamda, Quran-ı Kərimdə yeri varmı? Və keçən videomuzda izah etdik ki, yəni Quran-ı Kərimdə bəzi insanlar hər hansı bir möcüzəni isbat etmək üçün rəqəmlərdən istifadə edirlər. Məsələn, bu söz filan rəqəmdə gəlib, bu qədər gəlib, məsələn 50 rəqəmində gəlib. Və onu vururlar, çıxırlar, üstünə gəlirlər, nəyisə möcüzəni ispat etmək istəyirlər və bəzən də düz olur və bəzən də səhv olur və biz dedik ki, buna ehtiyac yoxdur. Yəni, Quran-ı Kərimdə hər hansı bir məsələni anlamaq üçün iman edən qəlbə ehtiyac var. Quran-ı Kərimdə çoxlu möcüzələr var. Musa aleyhissalamın möcüzəsi var, dənizin iki yerə ayrılması, həmçinin İsa peyğəmbərin, həmçinin bizim Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin çoxlu möcüzələri var hədislərdə. Yəni, buna iman etmək üçün iman edən qəlbə ehtiyac var. İman edən qəlbə. Və biz keçən videomuzda da izah etdik ki, əsl müttəqinlər, Allahdan qorxanlar o kəslərdir ki, onlar qeybə inanarlar. Uca Allah buyurur ki, "Zəlikəl kitabu la raybə fih, hudəl lil muttəqin." Quran-ı Kərim şək şübhə olmayan bir kitabdır və Allahdan qorxanlara düz yol göstərən bir kitabdır. İlk sifətləri "Əlləzīnə yu'minunə bil gayb", o kəslər ki, qeyblə inanar. Qeyb yəni görünməyən, bilinməyən bir işlərə inanarlar. Və bəzilər bu rəqəmlərdən istifadə edirlər ki, öz işlərini müəyyən bir şəkildə rahatlaşdırsınlar. Məsələn, hətta keçmişdə İslamdan əvvəl deməli, hər hansı bir yerə çıxmaq istədikdə, iş görmək istədikdə oxlardan istifadə edirdilər. Həmin bu oxların üzərinə, birinin üzərinə et, birinin üzərinə etmə və digərinin üzərinə isə bir daha çək oxu yazılardı. Və məsələn, hər hansı bir iş görmək istədikdə bu oxu çəkərdilər və deyərdilər ki, et, yəni bunu edərdilər. İslam dini bunu qadağan etdi və Uca Allah buyurdu ki, "Ya eyyuhellezine amanu, innamal xamru vel meysru vel ansabu vel azlamu ricusun min ameli şeytan." Ey iman edənlər, içki, faloxları, bütlər, qumar, bunlar hamısı pislikdir və şeytan əməldir. Fal oxları həmin bu fal oxlardır. İndi isə bunu rəqəmlərlə əvəz edib onunla əməl etmək istəyirlər. Sözcü bu elm çox qədim bir elmdir. Bəziləri bunu Pifaqorla bağlayır və bəziləri hətta bunun miladdan əvvəl deməli ortaya çıxmasıyla bağlı fikirlər söylüyor. Həmçinin bəziləri Yunanlarla bağlayır. Yəni, hər bir halda bu qədim bir elmdir və çox qədim zamanlardan istifadə olunan bir elmdir. Amma bu elmin İslam tərəfindən, İslam dini tərəfindən, Quran-ı Kərim tərəfindən icazə olub olmaması haqqında danışırıqsa, bu icazəli deyildir. Nəyə görə? Çünki xüsusən bu rəqəmlər elmi ilm-ü təncim, yəni ulduzlarla, fal ulduzları ilə, məsələn, filan ulduzda olan insanlar bunu etməlidir, bugün bunu etməməlidir. Bunlar elm olaraq var. Amma bu faydasız elmlərdir və İslam bu elmləri qadağan edir. Və Peyğəmbər sallallahu aleyhi ve sellem bizlərə faydasız elmdən də sığınmağı bizlərə tövsiyə edib. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bizlərə duanın birində öyrədir ki, "Allahumma inni a'udhu bika min ilmin la yanfa." Allahım, fayda verməyən elmdən sənə sığınıram. Həmçinin sehir elmi də var. Quran-ı Kərim bunu Əl-Bəqara surəsində təsdiq edir və Allah tərəfindən insanlara imtihan olaraq indirildiyini də təsdiq edir. Lakin bu elm faydasız elmdir. Yəni, bu elmlə məşğul olmaq, ona inanmaq,
onunla məşğul olan insanların yanına getmək icazəli deyil. Qadağandır, amma elm olaraq var. Həmçinin numerologiya elmi də ola bilər ki, hər hansı bir insana bir xəbərlər verə bilsin. İnkar etmirik, amma bu İslam dinində qadağandır bu elmlə hərəkət etmək, onunla məşğul olmaq və hər hansı bir qərarlar qəbul etmək. İnsan Allaha təvəkkül etməlidir. İnsan hər hansı bir qərarında deməli dua etməlidir və ya 2 rükət namaz qılıb istixarə edib, dua edib Allahdan istəməlidir. Yəni bütün məsələləri Allahla bağlamaq lazımdır. Hər hansı bir rəqəmlərlə bağlamaq lazım deyil. Və insan qəlbini yalnız aləmlərin Rəbbi olan, hər şeyi yaradan, o rəqəmləri də yaradan aləmlərin Rəbbinə bağlamalıdır. Xülasə olaraq bildirmək istəyirəm ki, İslam dinində numerologiya elmi qəbul olunmur, qadağandır. Dediyim kimi bu elm ta qədim zamanlara, hətta miladdan öncəki zamanlara belə təsadüf edir. Hətta Yunanlar da bu elmdən istifadə ediblər və İslam dini bu elmi qadağan edir. Hətta elm insana hər hansı bir təsir etsə belə, təsir edə bilər, amma faydasız elm ola bilər. Həmin bu numerologiya kimi, sehir elmi kimi, həmçinin ulduzlar elmi kimi, bunlar hamısı faydasız elmlərdir. İslam bu elmlərin deməli mütaliə edilməsini icazə vermir. Səbəb nədir? İcazə verilməsinə səbəb. İnsanın qəlbi bu işlərə bağlı olur və Allahın qədərinə, təqdirinə iman etməkdən artıq insan uzaqlaşır və insan həm psixoloji olaraq sıxıntılara düşə bilər. Amma yeganə yol Allaha təvəkkül etməkdir, İslamdır. Deməli, Allaha dua edib hər hansı bir işin edib edilməməsinə qərar verməkdir. Əssəlamu aleykum və rəhmətullah.